Salam hər kəsə. Demək, 2025-ci il Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanının 3-cü və yaxud 2-ci qrup fərq etmir. Testlər eynidir. 32-ci sualının izahına baxaq. 2-ci Rusiya Qacarlar və 1-ci Dünya Müharibəsi illərində Cənubi Azərbaycan tarixinə aid ümumi cəhətlər. 2-ci Rusiya Qacar müharibəsi 1826-cı ildən 1828-ci ilə qədər davam edib. 1-ci Dünya Müharibəsi isə 1914-cü ildən 1918-ci ilə qədər davam edibdir. Cənubi Azərbaycana aid bu dövrdəki ümumi cəhətə baxacaq. Ərazisinin hərbi əməliyyatlar meydanına çevrilməsi bunu götürəcək. Çünki həm Rus-Qacar müharibəsində, həm 1-ci Dünya müharibəsində Cənubi Azərbaycanın ərazisi hərbi əməliyyat meydanı idi. Biri götürəcək. Əhalisinin Mərkəzi Asiya və Qazaxıstana sürgün edilməsi düz cavab deyil. Çünki Cənubi Azərbaycan əhalisi sürgün edilməyibdir. Deməli, 1 olan cavab olacaq, 2 olan isə səhvdir. Onda Y variantı, D variantı gedir. Ya A, ya da ki B variantı olacaq. İndi 3-ə baxaq. A variantının düz olub olmamağını buradan tapacaq. Ərazisinin böyük bir hissəsi Osmanlı qoşunları tərəfindən ələ keçirilməsi də ola bilməz. Çünki Rusiya Qacar müharibəsində Osmanlı qoşununun hər hansı bir ərazini ələ keçirməsindən söz açıla bilməz. Ona görə də 3-də gedir. Təbrizin Çar Rusiyasının qoşunları tərəfindən işğal olunması variantı isə doğrudur. Çünki həm 1-ci Rus-Qacar müharibəsində, həm 1-ci Dünya müharibəsi illərində Təbriz Çar qoşunu tərəfindən ələ keçirib. Rusiyada da həmin vaxtda çarizmdir. Çünki 1917-yə qədər onlar fəaliyyət göstəriblər. Rahatlıqla 4-ü götürə bilirik. Milli hökumətin yaranmasını isə götürə bilmirik. Çünki Rusiya Qacar müharibəsi dövründə milli hökumət yaranmayıbdır. 1-ci Dünya müharibəsi illərində də milli hökumət yaranmayıb. Əgər Xiyabaninin yaratdığı milli hökumətdən söhbət gedirsə, o 1920-ci ilin iyunundan sentyabrına qədər mövcud olubdur. Ona görə də 5 variantı düzgün deyil. Deməli, 32-ci testdə cavab B variantıdır.